23 aprel Beynəlxalq Kitab Günü münasibəti ilə hər birinizi təbrik edirik. Oxumaq həyatımıza rəng və düşüncələrimizə dərinlik qatır. Kitablar gələcəyə ümidlərimizi canlandırır. Kitablar insanın ən sadiq dostudur. Kitablar səssiz müəllimlərdir. Danışmazlar, amma sonsuz öyrədərlər. Hər zaman oxumaqdan zövq alan, düşüncələrinizi zənginləşdirin. Kitab həyatı daha aydın görməkdir. Bu gün hər kitabda yeni bir həyat tapın. Oxumaqla ruhumuzu bəsləyək, fikirlərimizi qanadlandıraq. Kitablar bilik, təxəyyül və ruhumuzun qidasıdır. Hər səhifə bir qəlbin nəfəsidir. Kitablar zaman və məkan sərhədlərini aşmaq günüdür. Hər kitab bir ömrün xülasəsidir. Kitablar keçmişin səsi, bugünün dostu və gələcəyin yol göstəricisidir. Gəlin hər səhifədə yeni dünyalar kəşf edək. Bizə qoşulun, daim inkişafda olun.